Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-də siyasi reaksiyadır. Biz bugün gündəm mövzularını müzakirə edəcəyik. Real Partiyasının sədri Natiq Cəfərli ilə. Hər vaxtınız xeyir Natiq bəy, xoş gəlmisiniz. Çox sağ olun. Əziz dostlar, dəyərli izləyicilər, dünən mətbuatda məlumat yayıldı ki, Real Partiyasının sədri Natiq Cəfərli Prezident Administrasiyası, siyasi partiyalar və qanunvericilik hakimiyyətli əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb. Öncə istəyərdim bu görüşdən başlayaq. Mənim üçün çox maraqlıdır ki, Natiq bəy, sizin bu görüşünüz necə baş tutdu, hansı məsələləri müzakirə etdiniz? Bu haqda məlumat alaq sizdən. Təşəkkür edirəm bir daha dəvətə görə, izləyiciləri də salamlayıram. Bu artıq belə bir yaxşı bir ənənə halına alıb. Mütəmadi olaraq Prezident Administrasiyasının müvafiq şöbəsi və şöbənin rəhbəri Hörmətli Ədalət müəllimlə tez-tez görüşlər olur, müzakirələr olur. Tez-tez görüşürüz. Əlbəttə, yəni bundan öncəki sentyabr ayında olmuşdu. Sentyabrın sonu idi, səhv eləmirəmsə. Yəni 2 aydan bir, 3 aydan bir belə görüşlər olur və bu müddət ərzində bizi narahat edən məsələlər və ümumiyyətlə ölkənin ictimai-siyasi vəziyyəti ilə bağlı məsələlər mütəmadi müzakirə olunur və bu formatın özü ona görə maraqlı və doğru formatdır ki, bundan öncəki illərdə də, məsələn, bu şöbə yaradılmamışdan da öncə və indi də bu Ramiz Mehdiyev məsələsi gündəmdədir deyə həm də bunu söyləyirəm o kontekstdə. Müxalifətin müxtəlif adamları ilə, müxalifətin müxtəlif partiyaları ilə gizli qapalı həmişə olub. Həmişə olub və bunun da heç də Azərbaycanın nə siyasi mühitinə, nə siyasi ab-havasına heç bir xeyri olmayıb. Əksinə, bəli, nəticəni də bugün necə deyərlər görürük və bu şöbənin yaradılmasından sonra ən azından müxalifət iqtidar münasibətləri daha sivil müstəviyə oturdu və qarşılıqlı şəkildə çox səmimi söhbətlər olur. Elə dünənki görüşdə də ümumilikdə ölkədəki son belə durum, iqtisadi, sosial məsələlərlə bağlı fikir mübadiləsi oldu. Müxtəlif belə deyək, ideyalar müzakirə olundu. Məsələn, gələcəkdə təmasların hansı formatda olması, hansı yeni ideyalarla çıxış eləməyə, hətta Hörmətli Ədalət müəllim təklif elədi ki, yeni ideyalar varsa onunla bağlı bir sənəd hazırlayaq, təkliflər hazırlayaq, təqdim eləyək, hansı məsələlərin və hansı formatlarda müzakirəsi daha maraqlı olar. Yəni, çox, belə deyim də, formatın özü və bu təmasların mütəmadi olması Azərbaycanda iqtidar müxalifət münasibətlərinin sivil platformaya, sivil təmələ oturması üçün çox vacibdir. Biz daha çox nəticələr təbii ki, istərdik ki, gələcəkdə olsun və bunun üçün də əlimizdən gələni etməyə hazırıq. Natiq bəy, bir proqram var idi, belə ki, səfərlər təşkil edilirdi işğaldan azad edilən ərazilərə. Bunun özü çox müsbət mənada böyük necə deyim, effekti olan bir tədbirlərdir. Nəyə görə demək istəyirəm? Yəni, illərdir bir-birindən düşmən olan, bir-birinə qarşı olan qüvvələr bu səfərlərdə bir araya gəlirdilər, birgə müzakirələr aparırdılar. Məsələn, çox müsbət bir addım idi. Hansı ki, buna da ilk dəfə pəl vuran, belə də bizim Azərbaycan sayığı desəm, Ramiz Mehdiyev oldu, yadınıza gəlir. İlk belə səfərlərdə adam məktubla müraciət eləmişdi Elmlər Akademiyasının səhifəsindən və ilk dəfə avtobus müxalifəti ifadəsini o işlətdi. Ardınca isə çox qəribədir ki, bu ifadəni Əli Kərimli işlətməyə başladı. Ramiz Mehdiyevdən sonra. Mən istəyirəm tamaşaçılarımız biraz ayıq olsunlar. Bəzən bizim yaddaşımız o qədər zəif olur ki, hər şeyi dəqiqliyi ilə, obyektiv şəkildə demək lazım. Hətta orada cib müxalifəti, peyk müxalifəti sözü də Ramiz Mehdiyevin məktubunda var idi. Eyni şeyləri sonradan digər partiya, yəni Xalq Cəbhəsi Partiyasının nümayəndələri çox aktiv şəkildə onlar istifadə edirlər. Nəyi demək istəyirəm? Bax, son vaxtlar bu belə bir səfərləri mən müşahidə etmirəm. Ən azından son bir 6-7 ay bəlkə də olar ki, yoxdur belə bir səfərlər. Hansı ki, media nümayəndələri də iştirak edirdilər. Çox şəffaf şəkildə, sözün açığı mən həmişə baxırdım, o qədər adama xoş təsir bağışlayırdı ki, yəni dövlətin varlığını hiss edirdin ki, hakimiyyət nümayəndəsi ilə iqtidar nümayəndəsi bir yerdə söhbət edirdilər. Hətta mən baxırdım o görüşlərdə də milli məsələlər müzakirə olunurdu. Sizlər orada da təkliflər verirdiniz. Bir yerdə bir neçə səfərdə də olmuşuq. Deməli, bilmək istəyirəm, bax bu kimi səfərlər necə? Bunlar haqqında məlumat. Yəni səfər deyərkən nə demək istəyirəm? Ümumilikdə ölkənin ictimai-siyasi mühitinin bir araya gəlməsi gözlənilirmi? Vacib deyil ki, misal üçün bir səfər olsun. Bir tədbir təşkil eləmişdilər Hilton Oteldə. Orada da böyük demək olar bütün ictimai-siyasi mühit orada idi. Sizlə tam razıyam. Mənim şəxsən özümün də son Laçın səfəri oldu. Çox bəyəndim o mənada ki, Prezidentin şəxsi nümayəndəsinə təkliflərimizi, sözlərimizi çox açıq şəkildə deyə bilərik və Laçının bərpası əslində bir örnək olmalıdır. Doğrudan da o landşafa uyğun
və Laçının tarixinə və keçmişinə uyğun olaraq o bərpa olunması, şəhərin özünün bərpa olunması kifayət qədər uğurlu bir layihədir və başqa şəhərlərdə də ümid edirəm ki, tətbiq olunacaq. Bu səfərlərdə doğrudan da çox səmimi şəkildə prezidentin şəxsi nümayəndəsi olsun, yerli icra hakimiyyətlərinin nümayəndəsi olsun və prezidentin prezident administrasiyasının şöbə müdiri Ədalət Vəliyev özü şəxsən iştirak edirdi bu səfərlərdə. Onunla çox səmimi söhbətlər, suallar, müzakirələr olurdu. Mənə elə gəlir ki, bu davamı olacaq. Sadəcə indi bir hava şəraiti ilə, yəni qış mövsümü ilə əlaqəli ola bilər ki, çünki bizim işğaldan azad olunmuş bölgələrimiz həddindən artıq təbiətə həssas bölgələrdir, yəni iqlimə həssas bölgələrdir və ardıcıllığa baxsaq bir Kəlbəcərə səfər qalmışdı. Çünki Ağdama, Xankəndinə, və Kəlbəcərin də indiki hava şəraitinə nəzərə alsaq, yəqin ki, yaz aylarında belə bir səfər, ümumiyyətlə, yəqin ki, gələn il ictimai-siyasi cədvəldə, qrafikdə belə toplantılar, o Hilton otelində siz qeyd elədiniz, ona bənzər toplantılar çox güman ki, olacaq. Deyil, məsələn, biri Gəncədə ola bilər, biri Sumqayıtda ola bilər. Əlbəttə, yerli problemlərin... Müxtəlif yerlərdən, məsələn, Gəncədə müxalifət, bu günləri müxalifət olaraq nəyə etiraz edir, nə deyir? Məsələn, Gəncə ilə bağlı problemləri var. Buyurun, bir tədbir Gəncədə təşkil olunur, bütün siyasi elit oradadır, ictimai siyasi elitə və orada müzakirə. Mən belə fikirləşirəm ki, yəqin ki, olacaq, çünki bu praktika öz, belə deyək də, əhəmiyyətini və uğurlu layihə olduğunu göstərdi. Çünki gözümüzlə görəndə biz də kənardan tənqid eləyirdik bəzi məsələləri, amma insan öz gözü ilə görəndə həm yerdəki problemləri daha yaxşı dərk eləyirsən, həm görülən işləri daha yaxşı görürsən. Ki, hansı işlər görülüb, hansı sahələrdə uğurlu nəticələr əldə olunub, hansı sahədə isə problemlər var. Yəni, mənim düşüncəm ondan ibarətdir ki, problemlərdən heç vaxt qaçmaq olmaz. Problemləri də müzakirə eləmək lazımdır, çıxış yolları tapmaq lazımdır. Yəni, bu formatın özü kifayət qədər uğurludur və mən düşünürəm ki, gələn ildə, üzümüzə gələn ildə də bu tipli görüşlər və müzakirələr olacaq. İnşallah. Çünki bugün biz elə bir, nəinki Azərbaycanda, nəinki bu bölgədə, ümumiyyətlə dünyada elə bir proseslər davam edir ki, bizim ən vacib məsələ bu həmrəyliyi, bu birliyi qoruyub saxlamaqdır və düşmənçiliyə əlbəttə, yəni iqtidar-müxalifət münasibətləri Zaur bəy uzun illərdir yanlış siyasi, hər iki tərəfin yanlışına görə, həm iqtidarın, həm bəzi müxalifət nümayəndələrinin yanlışına görə düşmənçiliyə sanki görünürdü. Amma indi görünür ki, bu bəzi hallarda da üzdə olan düşmənçilik olub da, alt qatlarda başqa təmasların, başqa əlaqələrin olduğu üzə çıxır. O zaman həmin vaxtlar o Ramiz Mehdiyev kimi adamlar, Əli Həsənov kimi adamlar bu proseslərə rəhbərlik edirdilər və onların özlərinin şəxsi məqsədləri var idi. Onların məqsədi dövlət başçısına olan sədaqət yox, özlərinə asılılığı daha çox. Çünki o düşmənçilik abu-havası onların belə deyək, çəkisini alışdırırdı. Bəli. Onların o həmin sahələrə nəzarət etmək rıçaqlarını gücləndirirdi. Amma bu düşmənçilik abu-havası ümumi Azərbaycan üçün çox pis bir şeydir. Yaxşı ki, bu aradan qaldırılıb. Mən düşünürəm ki, yavaş-yavaş davamlı olacaq. Davamlı olsun. Əziz dostlar, dəyərli izləyicilər, verilişimiz davam edir. Sizdən yayımı bəyənib paylaşmanızı xahiş edirəm və Natiq bəyə ümumiləşdirilmiş bir sual verib verilişimizi davam etmək istəyirəm. Siz də əlbəttə öz suallarınızı, fikirlərinizi yaza bilərsiniz. Natiq bəy, istəyərdim sizdən, əlbəttə yəqin ki, bilmirəm, yəqin ki, bu ilin sonuna qədər bir daha görüşərik, amma ümumiyyətlə ilin yekunları ölkədəki sosial-iqtisadi vəziyyətin təhlilini istəyərdim sizdən. Çünki sizin bu vaxtda çoxlu yazılarınız da olur. Mən də oxuyuram həmin yazıları, təhlil xarakterli yazılardır. Amma indi istəyərdim bizim tamaşaçılarımız üçün bu təhlili edəsiniz. Təşəkkür edirəm. Birincisi, bugün də belə bir qısa bir şey yazdım ki, Azərbaycan hökuməti də görsün bunu. Bizim işimiz təftiş və problemləri üzə çıxartmaqdır. Azərbaycanda ən böyük, belə qlobal anlamda müxalifət bugün iqtisadiyyatdır. Yəni, hökumətin ən böyük problemi iqtisadiyyatdadır və ona müxaliflik eləyən də iqtisadi proseslərdir. Və bu ili biz götürsək, bu ildə məsələn, makroiqtisadi göstəriciləri götürsə, indi mən çox yormayacağım izləyicilərimizi, daha sadə dillə izah etməyə çalışacağım, amma bəzi rəqəmlər çox vacibdir də. Azərbaycanda ümumdaxili məhsul bu il cəmi 1,6% artdı. Bu çox kiçik bir artımdır. MDB məkanında ən zəif göstəricilərdən biridir. Ukraynanın çıxsaq, indi Ukraynanın yazığın başı dərdlədir, necə deyərlər, müharibə şəraitindədir. Başqa ölkələrə çıxsaq, ən axırıncı göstəricidir. Yəni, bu çox pisdir. Nəyə görə pisdir? Ümumdaxili məhsul az artanda, bu nə deməkdir? Əlavə dəyər az yaranır, iş yerləri az açılır, iqtisadiyyatın dövriyyəsi azalır. Bu da insanların gəlirlərinə və rifah halına mənfi təsir göstərən amillərdən biridir.
İnflyasiya, rəsmi inflyasiya 5% olsa da, 5% civarında olsa da, ərzaq inflyasiyası 6,8% oldu. O rəsmi göstəricidir. Rəsmi göstəricilərdir. Yenə təkrarım, bu ancaq rəsmi göstəricilərdir. Yəni mən o rəsmi rəqəmlərə istinad edirəm. Təbii ki, ərzaq inflyasiyası daha yüksəkdir, amma rəsmi rəqəmlərdə 7%-ə yaxındır. Bu özü də az deyil. Evet. İnsanların real gəlirləri bu il cəmi 9%-ə yaxın artıb da, 8,7% artıb. Bunun 7%-ni inflyasiya yeyib bəri başdan. Və bu göstəricilər, ona görə dedim ki, insanları çox yormaq istəmirəm, amma vəziyyət budur. Söhbət ondan gedir ki, Azərbaycanın bugünkü iqtisadi modeli artıq köhnəli. Azərbaycanın bugünkü nailiyyətlərinə, işğaldan azad olmuş torpaqlarımız var, suverenliyimizin bərpası var. Bugünkü vəziyyətinə uyğun model deyil. Bu model 2000-ci illərin əvvəllərində müəyyən effekt verdi. Çünki bu modelin kökündə duran əsas məsələ nə idi? Neftimiz yeni başlayırdı o zaman hasil olunmağa. Neft hasilatı kəskin artırdı, qiymətlər yüksək idi. Azərbaycan neftinin 2007-ci ildə, 2008-ci ildə elə günlər olub ki, pik nöqtədə $147 satmışıq bir bareli. $147. Bax, bu model ona uyğun idi. Yəni, neft satılır, neft fonduna vəsait daxil olur, oradan büdcəyə, büdcə xərcləmələri vasitəsilə də iqtisadi aktivliyin artırılması. Xatırlayın. Azərbaycanda o məşhur söz var idi, analoq olmayan inkişaf. Doğrudan da analoq yox idi, nə mənada? Ümumdaxili məhsulun 29% artdığı il olub Azərbaycan. Dünyada belə şey olmuyor. 29%. Yəni, fantastik göstəricidir. Niyə? Çünki iqtisadiyyata böyük pullar axdı, investisiyalar gəldi. Ölkədə, məsələn, mənzil bazarı yeniləndi, avtomobil parkı yeniləndi. İnsanların iş yerləri yarandı çoxlu sayda. Yaxşı, nə oldu sonra? Sonradan bu modelin indiki vəziyyətdə işlək olmaması 2015-də üzə çıxdı. Və hökumətin də strateji yanlışı oldu ki, bu modeldən əl çəkib, başqa bir modelə keçməyə əvəzinə bu modelin ömrünü uzatmağa çalışdılar. İndi problem budur ki, hasilat da düşür. Əvvəl 1 milyon barilə yaxın biz neft hasil edirdik gündə. İndi bu düşüb, əmtəli nefti götürsək 460 min, 470 min barel biz neft sata bilirik. 2 dəfədən çox düşür. Bu azalıb. Bununla yanaşır. Neftin qiyməti də düşüb axı. Həm hasilat düşür, həm qiymət düşür. Və nəticə itibarilə keçmişdə o neftin hasilatın çoxluğuna, qiymətin yüksəkliyinə hesablanmış model indi başladı yerində saymağa. Bunu əvəzləmək üçün nə lazım idi? Bunu əvəzləmək üçün bəzi obyektiv səbəblər də oldu ki, məsələn, pandemiya araya düşdü 20-ci ildə, 21-ci, 22-ci illərdə bu pandemiya doğrudan həm dünyada, həm Azərbaycanda kifayət qədər ciddi mənfi nəticələr doğurdu iqtisadiyyatda. Pandemiyanın özü də yox, onun səhv idarə olunması. Azərbaycanda yox, bütün dünyada səhv idarə olundu. Bugün dünyada baş verən müharibələrin, aclığın, səfalətin böyük qismi də pandemiyanın dünya elitası tərəfindən zay idarə olunmasının nəticəsidir ki, onun fəsadları Azərbaycana qədər gəldi, çatdı. İndi bir seçim qarşısındayıq hökumət olaraq və dövlət olaraq. Hökumət özü bilər, yəni biz onlara cavabdeh deyilik, biz onları təftiş edirik. Amma dövlət hamımızındır da, sizindir, mənimdir, hamımızındır. Bizim dövlətdə yaşayırıq və bu dövlətimizin daha güclü və daha rifah içində yaşamasını istəyirik. Seçim də bundan ibarətdir ki, bu modelin artıq köhnəlildiyini qəbul ediriksə, yeni modelə keçidlə bağlı yeni oyun qaydaları lazımdır da. Məsələn, yeni vergi məcəlləsi, yeni gömrük məcəlləsi, yeni təşviq proqramları, bütün bunlar çox vacibdir. Bir tək vergi məcəlləsinə Zaur bəy, 2016-cı ildən bugünə 1000-ə yaxın dəyişiklik olunub. 1000-ə yaxın. Yəni artıq görürsən ki, bu işləmir də bu sistem. İkinci strateji seçimimiz nə olmalıdır? Aşırı tənzimləmə siyasəti var idi bugünə qədər. Avropa Birliyinin də israrı ilə yeri gəlmişkən, onların standartları ilə bizdə aşırı tənzimləmə metoduna keçdilər. Lazımlı, lazımsız onlarla qurum yaradıldı. Onlar iqtisadiyyatı tormuzluyur. Və Avropa Birliyinin bugün düşdüyü iqtisadi vəziyyət, bərbad iqtisadi vəziyyət, yeri gəlmişkən, məsələn, Almaniyanın son rəqəmlərini açıqladılar, adamın ürəyi ağrıyır. O cür Alman iqtisadiyyatı nə vəziyyətə düşüb. Və onun böyük əksəriyyətinin də səbəbi bir tək Ukrayna müharibəsi deyil, həm də aşırı tənzimləmədir. Aşırı tənzimləmə nədir? Müxtəlif maneələr, müxtəlif qadağalar, müxtəlif tənzimləmə aktları. Məsələn, siz bu stəkanda bir su istehsal eləmək istəyirsiniz, sizə o qədər normativ hüquq aktlarla üzərinizə gəlirlər ki, siz artıq onu istehsal eləmək istəmirsiniz. Deyirsiniz, mən bu qaydanı həll eləmək baha başa gəlir də. Məsələn, adi bir corab istehsal eləmək istəyirsən, 50 yerdən sən sertifikat almalısan.
Ona görə də deyirlər də Azərbaycanda corab istehsalı ən sadə şeydir. O da belə yoxdur. Niyə yoxdur? Çünki Çindən ucuz gəlir. Çində bu qədər over-regulation yoxdur, aşırı tənzimləmə yoxdur. Bax, bu model həm iqtisadiyyatın büdcə xərcləmələrinə söykənən modeli, həm də aşırı tənzimləmə modeli iflasa uğrayıb. Və bu modelin yenisi ilə əvəz olunmasına acil ehtiyac var. Söhbət hətta fərdlərdən belə getmir. Bugün Azərbaycanda 5 Nobel mükafatı laureatını iqtisadiyyat üzrə gətirin, düzün. Bu modelle işləyə bilməyəcəklər. Çünki bu model artıq Azərbaycanın belə deyək, köynəyinə sığmır, bədəninə sığmır. Bu Azərbaycanı aşıb bu modelin üzərində bir modelə ehtiyac var. Bu da nədir? Mən bəzi hökumət nümayəndələri ilə də görüşdə bunu fikrimi səsləndirmişəm. Sizə də efirdə də deyim. Azərbaycanda çox sadə, asan başa düşülən yeni bir idarəetmə və iqtisadi sistemə keçid lazımdır. Aşırı tənzimləməni kənara qoyan, bu qədər bizdə dövlət idarələri və nazirliklər var da. Həddindən 44-ə yaxındır. Dövlət idarəsi, agentlik, nazirlik 44. Niyə lazımdır bu qədər də? Bunu aşağı çəkərək bir dövlət büdcəsinə qənaət eləmək olar. Bir də biznesin önünü açmaq olar da. Bunun nədir? Bunun yolu nədir? Məsələn, bir çox ölkələr, istəyir Çili olsun, Cənubi Koreya olsun, sonra indiki Vyetnam, Laos, Kampuçiya, onlar da çox sürətlə inkişaf edir də. Orada belə bir yanaşma oldu. Onlar gəlirdilər biznesin yanına. Nazirin yanına yox. Dövlət aparatı nazirin yanına getmirdi. Biznesin yanına gəldi. Kiçik sahibkarın, orta sahibkarın yanına gəldi. Deyirdi, qardaş, bax, sənin dərdin nədir? Sən nə maraqlandırır və sənin problemin hardadır? Əgər deyirdisə, məsələn, mən ucuz kredit ala bilmirəm. Ən böyük problemlərdən biri Azərbaycanda da oldu. Ucuz kredit yoxdur biznesdə. Onda otururdu, fikirləşirdi ki, mən neyniyim? Bunun iki yolu var da. Bir, onda bankların, mərkəzi banklara ucuz pul verir. Məsələn, aşağı faizlə, 1%. Deyir ki, get sən də 3%, 4% kredit ver. Bu bir yoldur. Ya banklarda depozitləri aşağı salırsan, depozit ucuzlaşır, düşür 2-3%, kredit də 4-5%-ə inir. Və yaxud da dövlət bankları qurursan. Məsələn, Çində də, Singapurda da, Cənubi Koreyada da dövlət bankları quruldu, investisiya bankları. Bəli. Dövlət investisiya bankları və yaxud da dövlət kənd təsərrüfatı, aqrar bank. 2 dənə bank qurmaq lazımdır Azərbaycanda, təcili. Bəli. Və banklar birbaşa biznesin və aqrar sektorun maliyyələşməsində birbaşa iştirak eləməlidirlər. Məsələn, Türkiyədəki Ziraat Bankı kimi. O nə verəcək də bizə? Bizdə bugün, məsələn, hamımız şikayətçiyik ki, biznesdə, ümumiyyətlə, kreditlər banklarda yüksəkdir. İndi banklarla danışırsan, çoxdur tanıdıqlarım da, deyirlər, müəllim, biz 10% depozit götürürük də bugün. 7% bilirəm mən. Yox, 10%, ortalama 10% depozit götürən banklar var. Bir il toxunmursansa, 10% sənə faiz verirlər. Deyir, 10%-ə götürdüyümü, bank xərclərini, vergiləri, işçilərin pulunu, nə bilim, işıq, qaz, su, hamısını gəl, mən neçəyə verə bilərəm? Heç olmasa 14-15%-ə verməliyəm də. Mən aşağı çəkmək üçün depozitə eləməliyəm 2-3%. 2-3% eləsəm kim mənə gətirib Heç pul kim qoyacaq? pul qoymayacaq. Hamı gedib nə edəcək? Dollar alacaq. Bəli. Əlində olan manatı çevirəcək dollara ki, heç olmasa canım rahatdır da, indi nə vaxtsa dollar qalxar. Qoyacaq evə. Düzdürmü? Bax, bu Azərbaycandakı iqtisadi modelin, belə deyək, nə qədər indi artıq bugün işlək olmadığının belə açar nümunəsidir. Bu yaxınlarda Mərkəzi Bankın rəhbəri də belə bir açıqlama verdi ki, yastıq altında 10 milyard pul var. Əslində düz deyir. Amma bu nəticədir də, səbəbi nədir? Niyə var? Niyə var? Heç bir Amerikalı, milyarderi belə evində aparıb, nə bilim, $100.000 saxlamaz. Nədir bu? Güvənsizlikdirmi, inamsızlıqdırmı? Nədir bu? Niyə? Çox şeydir. Bax, banklara güvənsizlik də var, təbii ki. Bir də belə yatırım alətləri yoxdur bizdə. Yatırım aləti yoxdur. Məsələn, mənim tutalım pulum var, 10.000 manatım var. Neynəməliyəm mən? Ən yaxşı halda aparıb depozitə qoyacam da. Ən yaxşı halda ildə də 1000 manat pul qazanacam. İldə 10 milyona... Yox, 10.000 manatım var. Mən sadə vətəndaşdan gedir də söhbət. 1000 manat pul qazanacam. Yəni, mən bunu fikirləşirəm ki, birdən bank bağlanar, batar. Mən gedib sonra 2 il, 3 il bunun dalınca düşüm. O pul qaydacaq, necə qaydacaq, nə vaxt qaydacaq. Saxlamışam da, aparım ona dollar alım, ya qızıl alım, qoyum. Dolların birdən qiyməti qalxar, qızılın da qiyməti hər dəfə qalxır. Bəli. Və yaxud 100.000'in varsa, deyirəm ki, 10.000 yaxşı puldur. Amma evlərin qiyməti daha çox qalxır axı. Gedirəm Xırdalandan, Biləcərdən, Ordu, Şəhər kənarından 2 otaqlı, 3 otaqlı ev alıram.
ya təməldən, ya təmirsiz. Düşünürəm ki, bu bahalaşanda 1 ilə, bu 120 minə, 130 minə qalxanda bankdan çox eləyir. Bankdan çox eləyir, bəli. Başqa hara alət qoysun, hara investisiya qoysun? Qiymətli kağızlar bazarı yox. Səhm bazarı yox. Biznes qurmaq həvəsi yox. Niyə həvəsi yox? Çünki biznes qurmaq baş ağrısıdır da Azərbaycanda. Heç bir dənə butik aça bilməz. Baş ağrısıdır. Və bütün bunlar ona gətirir çıxardır ki, ölü kapital formalaşır da ölkədə. Ölü kapital. Və onlar da heç nə iqtisadiyyata xeyri var, nə yiyəsinə xeyri var. Amma bu nəticədir, yenə təkrarlayıram. Səbəb iqtisadi sistemdir. Türkiyəni, qardaş Türkiyəni götürsək, 14 milyon türk vətəndaşı səhmdardır. 14 milyon. 4 milyon da kripto birjasındadır. 18 milyon eləyir. İndi kripto birjanı mən tövsiyə eləmirəm, çünki çox risklidir də. Qazana da bilərsən, çox kəskin itirə də bilərsən. Amma səhm bazarı ki, elə deyil. Bəli. Milyonlarla insan səhmdardır. Milyonlarla insan səhmə pul qoyur. Pul alır, qazanır. Bizdə yoxdur o alətlər. Hətta təsəvvür edin də, mən özüm də çağırış eləyirəm. Sizin verilişlərdə demişik ki, özəl təqaüd fondları yaransın Azərbaycanda. Düzdürmü? Çünki indiki təqaüd fondu əməlli başlı insanları belə deyək, narahat eləyən bir məsələyə çevrilib. Çünki insan öz kapitalına çıxış əldə eləyə bilmir. Özəl təqaüd fondlarında elə olmayacaq, müqavilə əsasında olacaq. Amma gəlin indi başqa tərəfdən başlayaq. Bu A şirkətidir, yaratdı özəl təqaüd fondu. Dövlət də zəmanət verdi. Hamımız da pulumuzu ona verdik. Özəl təqaüd fondları dünyada nədən qazanır? Onlar çevrilir olur investisiya fondu. Başlayır pul qazanmağa. Və sənin müqaviləndə də qeyd eləyir ki, sənin pulunla mən başlayacağam pul qazanmağa. Sənə aylıq bank kimi, düzdür, bank qədər deyil, amma müəyyən kompensasiya da verir. Və yaxud da məsələn Türkiyədə bəzi təqaüd fondları var, ildə sənə bir dəfə xaricə aviabilet verir ki, get kef elə. Bax, belə bir formul düşünək. Bax, yığdı pulu. Və 1 milyard pul yığdı A şirkəti, təqaüd fondu. Nə edəcək o pulu? Hara yatıracaq Azərbaycan? Gedib ev tikəcək. Başqa hara yatırsın? Bax, məsələ də budur. Azərbaycan hökumətinin də ən zəif nöqtəsi budur ki, Azərbaycanda yatırım etmək üçün alan həddindən artıq daralıb. Ən yaxşı halda nə edirlər? Ya mağaza açırlar, böyük şirkətlərdən söhbət, mağazalar zənciri də, adlarını çəkməyim, supermarketləri hamımız tanıyırıq. Bir neçə belə zəncir var. Ya bunu açırlar, ya da gedib ev tikirlər. Torpaq alırlar, ev tikirlər. Vəssalam. Hə, biraz da az pulu olan, 200 min, 300 min pulu olan investor nə düşünür Azərbaycanda? Aşağısında bir avtoyuma, yuxarısında bir çayxana. İdeal belə bir plan, biznes plan, necə deyərlər. Bu yanlışdır axı. Bu yanlışdır. Azərbaycanda investisiya, pul qoymaq sahələr çoxalmalıdır və güvən yaranmalıdır. Güvən yaranmalıdır ki, mən düşünməliyəm ki, mən evdə 100 minim varsa niyə saxlayayım ölüb kapital kimi? Gedim, nə bilim, bir sex açım, bir istehsalla məşğul olum və yaxud da nəsə bir iş görüm. Mümkündürmü? Mümkündür. Ya da ideyam var, heç pulum yoxdur. Gəlirəm banka, deyirəm ki, mənim ideyam var. Nə bilim, stəkan istehsal eləmək istəyirəm. İdeyam da var, malzemələrini də bilirəm, texnologiyanı da bilirəm. Mənə 100 min pul lazımdır, kredit. Verə bilərlər biznes plana görə. Amma 14-16% verirlər, düzdürmü? Siz bir istehsalı ərsəyə gətirmək üçün nə qədər zaman lazımdır? Ən azı bir il, yarım, 2 il zaman keçir də. Sən hələ işə başlamırsan, artıq 16 min borcun yaranır bir il. Bəli. Hələ işə başlamamısan, ha? Bəli. O necə altından çıxsın o? Ona görə də tətbiq edilməlidir də. Əlbəttə. 2 il. Ona görə deyirəm də istehsal və kənd təsərrüfatı sahələrinə dövlət bankları yaradılmalıdır. Mən dövlətin iqtisadiyyata müdaxiləsinin əleyhinəyəm, həmişə də əleyhinə olmuşam, amma bu elə bir sahədir ki, burada başqa cür inkişaf olmayacaq. Şimali Cənubi Koreyanın bugünkü o bərk edən şirkətləri var, Samsung olsun, Kia'sı olsun, nə bilim. Bunların hamısı dövlət investisiya layihələri olub əvvəl. Dövlət bunlara pul verib, faizsiz. Hətta Kia ilə onların o digər Hyundai. Onlar bir ailə olub. Bəli, ata-bala deyil. Bəli, ailə olublar, dövlət dedi, yox. Ayırmalısınız şirkətləri ki, rəqabət olsun. Dövlət onlara ayrı-ayrı da investisiya layihələrinə pul verdi. LG, Samsung. Onlar bir ailə olublar. Bir holdingdə olublar. Ayırdılar onları. Bəli. Dövlət pul verdi ki, get, şərait yaradıram sənə, get investisiya qoy. Get istehsalla məşğul ol. İndi mənim istehsalla məşğul olmaq istəyirəmsə, mən hardan almalıyım investisiyanı? Pulu olanda, çox pulu olanda açıq danışırıq da. Çox pulu olanda Azərbaycana niyə qoyur ki?
Gedir qoy Türkiyəyə ən azından. Gürcüstana. Avropanı tanımırsa, Amerikanı tanımırsa, çətin gəlirsə ona, gedir Türkiyəyə. Gedir bir 3-4 dənə mağaza alır, onları verir arendaya, yaxşı pul qazanır. Ya gedir Gürcüstanda kafe, restoran, otel açır. Mən onlarla Azərbaycanlı tanıyıram Gürcüstanda kafesi, restoran, otel olanlar. Onlarla hətta. İstehsal sahələr açanlar. Gedir orada investisiya qoyur. Bax, problem də, bax, bu modelin də problemi odur ki, Azərbaycanın indiki modeli, köhnə, belə deyək də, stilə uyğun olan modeli artıq darta bilmir. Çünki neftin pulu azalıb, gəlirlərimiz azalıb. Yeri gəlmişkən, gələn ilin büdcəsi, gəlir hissəsi cəmi 0,7% artır. Cəmi. 300 milyondan biraz çox. Azərbaycanın tarixində belə şey olmayıb. Ən az artanda bir 4%, 5% artırdı, ən az. Heç 1% deyil. Hə, 0,7%-dir. Bax, budur nəticə etibarında. Gələn ilin gözləntiləri də ona görə aşağıdır insanlarda. İnsanlarda bir əndişə var açığı da. İndi küçədə görürük, qohum var, tanış var, partiya mənsubiyyətləri var, yaxınlaşanlar var, gənclər var. Hamıda bir əndişə var ki, gələn il nəsə yaxşı olmayacaq iqtisadi vəziyyət. Doğrudan da özü ona doğru gedir ki, iqtisadi vəziyyət yaxşı olmayacaq. Çıxış yolu var. Yenə təkrar, çıxış yolu sistemli islahatdır da. İnsanların adlarının dəyişməsi deyil. Filan naziri çıxardaq, filan naziri gəlsin. Yəni bu siz dediyiniz, təklif elədiyiniz sistemləri bu birdən-birə o bilirəm, amma ən azından hətta zərərli ola bilər. Birinci müddətdə hətta müəyyən problemlər də yarada bilər. O bilirsiz nə ilə bağlıdır? O insan müalicə alanda birinci məsələn gedir, Allah hamımızdan uzaq eləsin, əməliyyat olunanda əməliyyatın yeri xeyli ağrıyır. Bəli. Amma sonra sağalır, gedir futbol oynayır, hətta nə bilim sağlam həyata geri dönür. Bax, bu indi bizdə bir əməliyyat dönəmidir. Biz əməliyyat olunmalıyıq. Yəni bunun başqa çıxış yolu yoxdur. Əməliyyat olunmalıyıq. Artıqlarımızı, əskilərimizi kəsib atmalıyıq. Biraz reabilitasiya olunmalıyıq, amma 1 ildən, 2 ildən sonra bu əməliyyatın çox gözəl nəticələrini görməliyik. Bizim üstünlüyümüz nədir başqa ölkələrdə? Bizim bununla bağlı bir təhlükəsizlik yastığımız var. O əməliyyatın anesteziyası, əgər tibbi dildə davam eləsək, varımızdır. 78 milyard dollar pul var. 1 il dözmək olar, 2 il, hətta 5 il dözmək olar o pulla. Tək ki, ağrı keçsin və sağlam həyata, sağlam iqtisadiyyata geri dönək. Çox maraqlı təklifdir. Əziz dostlar, dəyərli izləyicilər, yayımı bəyənib paylaşaq. Mən istəyirəm digər sahədən, kənd təsərrüfat sahəsindən də davam eləyək sizinlə. Deməli, Natiq bəy, müşahidə eləyirik ki, tez-tez hətta artıq bunların reklamları başlayıb. Ölkəyə manqol ətləri gətirilir Manqolistandan. Və insanlarda da bir, belə deyək də, qeyri-müəyyənlik var ki, necə olur? Quzu əti 25-28 manatdır, bu da gəlir 11 manatdır. Sizin ümumiyyətlə bu haqda məlumatınız varmı? Bu Manqolistan ətləri nədir bunlar, hardan gətirilir? Keyfiyyəti ilə bağlı bir söz deyə bilmərəm, istifadə eləməmişəm bu günə qədər. Amma Manqolistandan xırda buynuzlu qoyun sayına baxanda əhalidən 3 dəfə çoxdur da. Yəni çox böyük inkişaf var orada bu sayədə. Yeni Zelandiyadır, Manqolistandır. Çünki oranın təbiəti buna uyğundur. Belə böyük çöllük, çəmənlikdir. Təbiəti uyğundur, əhalisi də azdır, ərazisi də böyükdür. Ona görə də qiyməti ucuzdur. Və o ucuz ətin Azərbaycana gətirilməsinin də səbəbi odur ki, yerli istehsalımız azalır da. Bax, bu Manqol ətinin indi Afrikadan da keçən ay gətirmişik. Təqribən. Hətta bayaq qabağıma çıxdı Somalidən də. Bəli də, Somalidən, Afrikadan 580 min dollarlıq oradan da ət almışıq son aylarda, bir ayda, oktyabr ayında. Niyə almışıq? Da bu nəticədir axı. Səbəb odur ki, son 5 ildə Azərbaycanda iri buynuzlu malqara 300 min azalıb. 300 min. Xırda buynuzlu. Son 1 ildə. Son 3 ildə. Son 3 il. 22-dən bu günə. 22-ci ildən bu günə. Xırda buynuzlu, yəni qoyun və keçi sayı 1,2 milyon azalıb. 1,2 milyon. Bax, indi hökumət fikirləşməlidir ki, niyə azalıb? Bax, nə baş verir? Yadınıza gəlir, hökumət hətta təşviq proqramları elədi də, xaricdən inək gətirdilər. O məşhur bir rolik var idi. Qapıya çatmamış ürəyə getdi inəyi. Məşhur, çox milyonlarla insan baxmışdı ona. Bax, o da ona qədər getdi axı hökumət, düzdürmü? Təşviq güya elədi, xaricdən gətirildi, ətli, südlü inəklər. Nə oldu? Niyə işləmədi bu? Bax, deməli, bu yanlışdır da, o modelin özü yanlışdır. Məsələn, fermerlərlə danışırsan, quzu, qoyun saxlayanlar çox böyük əziyyət çəkirlər onlar. Doğrudan da çox əziyyətli işdir. Amma nəsildən nəsilə keçib deyə, bunlar bu işi yaxşı bacarır da, doğrudan yaxşı bacarır. Amma nədir problemləri? Örüş yerləri, yem qiymətləri, bir də baytarlıq. Üçü də problemdir.
Örüş yerlərini zəbt eləyiblər, ya məmurlar zəbt eləyib, ya da texniki bitkilər əkiblər, pambıq əkdilər bir ara. Yem çox bahalaşdı, yem bahalandı, ət də bahalaşır da. Fakti. Bir də veterinar xidməti də normal qura bilmirik. Yoxdur bizdə, mütəxəssis yoxdur. Bir nəfər mənə danışdı ki, çoxdur malqarası, deyir, Türkiyədən gətizdirirəm mən. Gəlir, baxır, iynəsini vurur. Yoxdur, deyir, mütəxəssis tapa bilmirəm normal. Yoxdur da mütəxəssis yetişdirməmişik. Dədə-baba qaydasını bilirlər, o qocaman çobanlar həkimdən də yaxşı bilir, veterinardan da yaxşı bilir. Amma hamısı bilmir axı, gərək bunu, bu yaxınlarda dabaq xəstəliyi oldu, nə qədər malqara qırıldı. Bax, bu üç problemi həll eləməsək, yeri gəlmişkən, başqa digər bir problem də ondan ibarətdir ki, bizim işğaldan azad olunmuş bölgələrimiz heyvandarlıq üçün idealdır. Əsasən də Laçındır, Kəlbəcərdir, Qubadlıdır, idealdır bunlar. Amma nədənsə, başa düşürəm, təhlükəsizliklə bağlı hələ problemlər var orada. Mina var, başqa məsələlər var. İnşallah ki, onlar da tezliklə həllini tapar. Amma ora köçən əhalinin məhz heyvandarlıqla məşğul olunması konsepsiyası yanlışdır. Yəni, Qubadlılar Sumqayıtda böyüyüb də son 35 ildə, 30 ildə. Onlar qoyun keçi saxlamayıb. Amma Beyləqanlı, nə bilim, Aksulu, bunlar artıq öyrəşiblər də, Zərdablılar, bunlar Aran Qarabağ, bunlar malqara saxlamağa öyrəşiblər. Onlar üçün şərait yaranmalıdır ki, onlar köçsünlər, heç olmasa yaylıq, qışlıq modelinə keçsinlər də. Tarixən də belə olub, qədim türk tayfalarının tarixi bundan zəngindir də. Yaylağı olub, qışlağı olub. İndi yox idi, erməni Rusla birləşib Qarabağı tutmuşdu. Mənim üçün əsas maraqlı odur ki, sizcə bu Monqolistan ətləri və yaxud da başqa ölkələrdən gətirilən ətlər alınmalıdır, alınmamalıdır? Alınır. Mən məsələn marketlərdə soruşuram, mən marağım var elə şeyə, həmişə. Çoxu da sağ olsunlar, tanıyırlar, yaxınlaşırlar özləri də, məlumat verirlər məmnuniyyətlə. Sonra supermarket şəbəkələrindən birində, indi adını çəkməyim, reklam olmasın deyə, çox satılır ondan. Müdürlərindən soruşdum, deyir, alınır. Düzdür, ucuz da qoyublar. 13 manat 90 qəpik idi, yoxsa 12 manat 90 qəpik adımdan da çıxdı. 11 manata da var, mən görmüşəm. Var idi, yəni alınır. Bu da nəyə görə alınır? İnsanların ehtiyacı var axı ətə. Biz ət yeyən millətik də, biz vegetarian heç vaxt olmayacağıq, heç vaxt. Yəni bunlar da ehtiyac var, alırlar. Hə, hələ ki, Allaha min şükür bundan nə bilim, belə xəbərlər görməmişik də, zəhərlənən olsun, başqa bir şey olsun. Amma bizim ağız tammımıza uyğundurmu? Yox. Məncə də elədir. Çünki bizim ağız tammımız, nə bilim, Beyləqan qusunu öyrəşib, nə bilim, Ağcabədiyə öyrəşib, Aran Qarabağa, Dağ Qarabağa öyrəşib. Bəli, bu, amma məcburiyyətdəndir də, insanlar ət yemək istəyir. Neynəsin, pulları yoxdur, imkanları ona çatır. Dünən mən gördüm, bax, hələ yeri düşmüşkən, sümüksüz dana əti, premium yazıb üstünə, 29 manat. Elədir, mən də marketdə görürəm. Ay, nə premium, qardaş, bu inək maldır da, nə bunu, nə 28 manat, 29 manat, 25 manat, yəni müxtəlif, belə deyək də, müxtəlif nahiyələr üzrə qiymətlər, müxtəlif qiymətlər var. Son 7-8 ili götürsək, mal ətinin ortalama qiyməti 2017-ci ildə Azərbaycanda da, devalivasiyadan sonraki qiyməti götürürəm ki, çünki devalivasiyadan əvvəl daha ucuzu idi. Devalivasiya oldu, 1 manat 70 qəpik oturuşdu da güya. Ortalama qiyməti 8 manat 90 qəpik idi 17-ci ildə, ölkə üzrə. Keçən il ortalama qiyməti ölkə üzrə 14 manat 70 qəpik oldu. Düzdür. Görün nə qədər qalxdı. İndi birdən-birə 25, İndi gələn il bu 24-ün məlumatıdır. 25-in məlumatı görün nə olacaq. Orta qiymət hardasa 19 manata qədər, 18 manata qədər qalxacaq. Gələn il 20-ni keçəcək. Bu insanlar ət yemək istəyirlər də, bunun başqa yolu yoxdur Azərbaycanda. Yenə deyirəm, bu bizim ənənəmizdir, bu bizim ağız dadımızdır. İnsanlar da buna imkanı çatmır. Amma yenə təkrarım. Niyə? Çünki malqaranın sayı azalanda elə olur. Hələ siz Monqol və Afrikadan gələn əti dediniz. Gürcüstan və Rusiyadan diri malqara gəlir bizə. Özü də çoxlu sayda. Belə ironiyadır bir yer, tarixin ironiyasıdır Özar bəy. Gürcüstanda o qoyunları saxlayıb Azərbaycana satanlar Azərbaycanlılardır. Təsəvvür edin. Bizim millətdir. Deməli orada bacarırsa, burada da bacara bilər də, burada şərait ona imkan vermir. Təəssüf. Həm Gürcüstanı tam təmin edirlər. Hətta Türkiyədə satırlar. Türkiyədə də ət bahadır axı. Bəli, orada da bahadır. Orada satırlar. Əvvəllər biz gedib deyirdik Türkiyədə ət bahadır. Bizdə indi elə demək olar hep bərabərləşib elə qiymətlər. Sözünüzə qüvvət, mən qarşıma çıxanda baxıram, xoşum gəlir. Türk blogerlərinin Bakı haqqında şeyləri, videoları. Onlar deyirlər ki,
ət yeməyə gəlmək lazımdır. Bura Türkiyədə çox bahadır. Məsələn, bir il bundan qabaq, il yarım bundan qabaq onu deyirlər. Son videolara baxın. Deyirlər, burada da ətin qiyməti və eynidir, bərabərləşib. Bərabərləşdi. Heç olmasa deyir, il yarım bundan qabaq ət yeməyə gəlmək olardı. İndi artıq ona da gəlməyə dəymir. Gürcüstanla müqayisədə yenə bax görürsüz, Gürcüstanda qiymətlərin, ət qiymətləri mən yayda gördüm özüm. Xeyli ucuzdur, xeyli. Əməlli başlı ucuzdur. Yağ qiymətləri ucuzdur. Niyə? İstehsal var. İnsanların heç kim gedib orada, belə deyək, başının üstündə durmur. Bizim məmurlar, əsasən də o icra başçıları, gündə də birini tuturlar maşallah. Bu icra başçıları və yaxud da yerli məmurlar özləri hər şey olmaq istəyir. Fermer də olmaq istəyir, maldar da olmaq istəyir, sürü alır, saxlayır, nə bilim, qardaş, sən bacaran iş deyil də bu. Bəli. Deməli, əziz dostlar, dəyərli izləyicilər, verilişimiz davam edir. Natiq bəy, mən elə sizə Dost TV-dən bir video, kiçik bir neçə saniyədir, özüm üçün bir sual yaranır. İstəyərdim bunu dinləyək. Növbəti bir sual pensiya kapitalının vərəsələrə verilməsi ilə bağlıdır. Burada da biz nəyi qeyd etmək istərdik? Hörmətli deputatlar, bugün Azərbaycanda sığorta pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir. Yəni, bugün istənilən şəxsin ödədiyi sığorta haqqı 1.1 milyon əmək pensiyasının maliyyələşdirilməsinə yönəlir. Yəni, bugün Dövlət Sosial Müdafiə Fondunun pensiya xərclərinin məbləği artıq aylıq əsasda 600 milyon manata çatıb. Yəni, bizim ay ərzində topladığımız, yəni İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti ilə birlikdə topladığımız sosial sığorta haqqları ilə həmin ayda pensiyaçıların pensiyasının deməli ödənilməsinə yönəlir. Digər tərəfdən qeyd eləməliyik ki, əmək pensiyaları haqqında qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş ailə başçısının, ailə üzvlərinin ailə başçı itirməyə görə əmək pensiyası hüququ vardır. Yəni, bu da qanunda təsbit olunmuş bir məsələdir. Əziz dostlar, dəyərli izləyicilər, bu Əmək və Əhalinin Sosial Müdafiə Naziri Anar Əliyevin Milli Məclisdə olan çıxışlarından biridir. Oxumuşam da stenoqramını. Mənim sadəcə bir sualım var ki, bu həmrəylik məsələsini başa düşdük. Siyasətdə həmrəylik olaq, nə bilim, milli məsələlərdə həmrəy olaq filan. Bu pensiya kapitalında həmrəylik nədir? Mən bunu başa düşmürəm. Bu əməlli başlı siz kifayət qədər ciddi və böyük problemdir. Çox sağ olun ki, bunu qaldırırsınız. Bu həmrəylik prinsipi bir gün pozulanda nə olacaq? Bayaq dedim də, demografiya bizdə bərbatdır, düzdürmü? Demografik vəziyyət də zəifləyir. Məsələn, doğulan uşaqların sayı azalır. Bu il 90 mindən biraz çox olacaq. Bəli. Yaxşı, mən təqaüdə çıxanda, indi işləyirəm, ödəyirəm, həmrəylik prinsipidir, başqalarına təqaüd verirsiniz. Niyə? İndi tutalım, bunlar bu adını belə qoyur. Sabah atdan gələn dalğada, işləyənlərin sayı azalanda, mənim təqaüdümü kim verəcək? Niyə mən öz pulumu özüm yığmayam ki? Yox, mənim pulumu niyə başqasına verirsiniz ki? Mən ona görə deyirəm, bu nə həmrəylik prinsipi? Özü də çox belə əslində çox ciddi tənqid eləyib hökuməti bu açıqlama ilə. Bəli. Deyir 600 milyon manat pul yığılır ayda. Hamısı da təqaüdə gedir. Bəs yığım fonduna nə gedir? Bəli. Problem deyil bu. Ona görə mən bu məsələni qaldırdım ki, əgər bu yığılanın hamısı təqaüdə gedirsə, bəs mənim pulumu siz nə edirsiniz onda? Mən onda belə çıxır ki, mən işləyirəm, bu qədər əziyyət çəkirəm, pul yığıramsa, o pulun mənə xeyri nədir? Bəli. Xeyri nədir? Orada deyir, ailə başçısını itirdiyinə görə maaş təqaüd verilir. Bəli. Kim məsələn həyat yoldaşını itirir, əgər xanımın təqaüdü azdırsa, həyat yoldaşının təqaüdü çoxdursa, orada kompensasiya verilir. Amma mən sizə başqa keyslər deyim. Bunun haqqında danışan yoxdur, Ezar bəy. Azərbaycanda gənc insanlar həyatdan köçür. Bəli. Kifayət qədər gənc yaşlarında. Son vaxtlar laf çox artıq. Bəli. Məsələn, tutalım da Allah evdən eşikdən hamıdan uzaq eləsin. 40 yaşında bir insan, 35 yaşında bir insan işləyib, məsələn 40 min pulu var, 35 min pulu var. Bəli. Dünyadan köçdü. Heç ailə də qurmayıb. Ailə də qurmayıb. Heç ailə lap qurub. Amma ona düşmür axı. Bəli. Çünki o təqaüd yaşına çatmayıb. Onun pulun axırı nə olur? Böyük sualdır, əlbəttə. Hardadır bu pul? Bu bir. İkincisi, biz çıxış imkanı olsun deyəndə kapitala, demirik, hamıya gətirin evində çamadanla pulunu qaytarın. Yox. Bəzi məsələlər var ki, onun ödənişlərini həyata keçirmək olar da. Məsələn, insan var ki, kapitalı var, yığılıb orada. Xəstədir. Müalicəyə pulu yoxdur. Bəli. Müalicəyə pulu yoxdur. Deyir, qardaş, 50 min pulun var orada. 20 min mi ver, 15 min mi ver?
Mənə də vermə pul şəklində. Xəstəxanaya köçür. Bəli. Gedim mən orada Pul tələbdir. və də müalicə olunum. Bu bir. İkinci bir məsələ. Tutalım ki, övladı universitet tutub. Ya nəvəsi, ya övladı universitet tutub. Pulluya düşüb. Çatmır pulu verməyə. 23-cü ildə 8500 bizdə tələbə pulsuzluqdan universiteti tullayıb. 8500 tələbə. Çox böyük rəqəmdir. 8500 adam təhsildən Ya ola bilər ki, onların arasında gələcəyin bəlkə Elon Musk'ı var idi. Bəli. Bilmirik axı. Bax o nəvəsinin təhsil haqqını ödəmək üçün müraciət eləsə, yenə deyirəm, nəqd verməyin də yaxşı. Əksinə verməli, əslində verməlidir. Mən bunun tərəfdarıyam. Yox, niyə Tutalım verməsin? vermirsiniz. Gəlin bunu aydınlaşdıraq, qoy tamaşaçılarımız da bilsin ki, o pensiya fondunda olan vəsaiti bizə dövlət verməyib. Hətta biz çalışıb Biz yığmışıq. işləyirik, öz maaşımızdan, aldığımız maaşdan tutulur. İndi 10% veririk məsələn. Ora qoyulur. Yəni bunu Hər dövlət ay. vermir, öz şəxsi Bəli, vəsaitindir. bəli. Yaxşı, Şəxsi pulundur. əgər elədirsə, başqa məsələlər də gəlir də. Axı biz həmrəylik deyirsinizsə, biz zaten həmrəylik göstəririk də, o pulu dövlət götürür, işlədir. Natiq bəy. Mənə faiz vermir, banka verə bilərdim də, qoya bilərdim Bəli. banka. Dövlət götürüb işlədirsə, bu elə mənim həmrəyliyimdir də. Pulsuz, parasız, faizsiz. Belə bir təcrübə var ümumiyyətlə həmrəylik. Valla mən bəzi sosialist və solçu hökumətlərdə olub vaxtilə. İndi axı hər yerdə özəl təqaüd fondları var. Söhbət Sonra inkişaf deyirəm etmiş. də bu həmrəylik mən harda görünüb ki, pulda həmrəy olaq. İndi gəlin onda mən də sizə müraciət edirəm, gəlin həmrəy olaq. Bizim də vəziyyətimiz yaxşıdır, gətirin pul verin bizə. Başqa bir həmrəylik də olsun da, məsələn deyirəm, nazirin maaşı 4000, 5000-dir. Bəli. Məsələn, hansısa bir fəhlənin maaşı 1000 manatdır, 500 manat. Bəli. Desin ki, gəlin həmrəy olaq, ikimizi cəmləyək yarıya bölək. Yarısı sən, yarısı mən. Onda razıyam həmrəylik. Elə Yoxsa həmrəylik pensiya olmur. kapitalı bu mənim şəxsi vəsaitimdir, şəxsi. Bunlar deyil, şəxsi deyil də Zaur bəy. Niyə şəxsi? Qanunu elə yazıblar ki, deyir bu sizin şəxsi vəsaitiniz deyil. Allah Bu sizin məsuliyyətiniz və verginizdir. Mənim də iradım oydu, mən o vaxtda yazdım da, danışdım da. Onda bunun adını şəxsi yığım kapitalı qoymayın. Adından da bəllidir də, adı üstündə necə deyirlər. Şəxsi yığım kapitalı. Kapitalı, bəli. Adını qoyun vergi. Hə, deyin ki, vergi verin. Bu yüzden ki, sosial müdafiə fonduna sizin canınız çıxsın 10% vergi verin hələ. Bəli. Onda da deyim ki, yox şey vallahi da dövlət məndən vergi alır. Bizdə şəxsi vəsait toplama yoxdur. biz Şəxsi vergi yığım veririk. kapitalı anlayışı Bilirəm, adı gətirmisinizsə, deməli buna mənim çıxış imkanım olmalıdır Bəli. da. Bax bu çıxış imkanım yoxdursa, deməli bunun başqa tərəfi də var. Azərbaycanda 41% əhali, əsasən də kişilər, təqaüd yaşına çıxmadan dünyasını dəyişir. 41%. 41% rəsmi rəqəmdir. 65 yaşa çatmadan dünyasını dəyişir. Yaxşı, bunun axırı nə olacaq? Dəhşətli rəqəmdir, 41%. 144 aya bölürlər də. Yəni mexanizmlə çox belə izləyiciləri yormaq istəmirəm. Təqaüd Bəli. kapitalını bölürlər 144 aya. Ona düşən məbləği və dövlətin də verdiyi məbləği toplayırlar, sənə təqaüd verirlər də. Yaşamırıq biz 144 ay təqaüdə çıxandan sonra. Heç təqaüdə gəlib çıxa bilmirik. Bəli. Bəli. Bu çox ciddi məsələdir. Yəni yenə təkrarım. Həmrəylikdirsə, qardaş, gəlin onda maaşları da həmrəy verək. Bəli. Hamının maaşını toplayaq, sonra işləyənlərin Bölək. sayına bölək. Bəli. Desin ki, həmrəylikdir də bu da. Və yaxud da həmrəylikdirsə, oğlumu oxuda bilmirəm, məsələn, qızımı oxuda bilmirəm universitet, təhsil haqqını verə bilmirəm. Gəl məndən həmrəy ol, təhsil haqqını nazir Bəli. versin. Bəli. Tamamilə haqlısınız. Bəli. Həmrəylik elə də məndən də. Mən niyə sizlə həmrəylik olmalıyım, siz məndən yox? Bəli. O necə olur? Vətəndaş sizinlə həmrəydir, amma siz vətəndaşla Yəni doğrudan elədir də. Yəni bu sosial məsuliyyət məsələsidirsə, bunun da fəsadları var. Ola bilər sosial məsuliyyət kimi bunu rəsmiləşdirsinlər. Yenə təkrarlayıram, fəsad başqadır. Əhalimiz qocalır, gənclər doğulmur, doğulan da ölkədən qaçır. Bəli. Gedir də xaricə götür tələbələr. Yaxşı, bir müddətdən sonra bir dövlət elə məntiqlə idarə olunur da, 5 illik, 10 illik, 20 illik proyeksiyalarla idarə olunur. Bəli. 15 ildən sonra işləyən əhalinin sayı azalanda, təqaüdçülərin sayı indi 1,1 milyondur, oldu 2 milyon yarım. Neyniyəcəyik? Neyniyəcəyik? Hardan verəcəyik? O 600 milyon yığılmayacaqsa, o 600 milyon 1 milyard 200 milyon olacaqsa, əgər təqaüdçülərin sayı artsa, yaş artır da. Onda belə çıxır ki, ümidləri odur ki, hamımız öləcəyik təqaüd yaşına çatmadan. Belə çıxır da. Yəni yəqin rəsmi göstəricilərə baxırlar 41%. Ya deyirlər ki, öləcəklər də deyirik də narahat onsuz da olur. çatmayacaq. Ha, çatmıyor. Onda mən niyə yığıram o pulu? Ta səmimi olardı, dövlət bir qanun çıxartsınlar. Desinlər ki, vətəndaşın özündən asılıdır.
İstəyir təqaüd fonduna pul versin yoxsa yox. Amma dövlət də onun qarşısında heç bir məsuliyyət daşımır. Bəli. Çində olduğu kimi. Çində elədir. Gedirsən, müqavilə bağlıysan özün. Özün istəyirsən. Və ödənişi də özün müəyyənləşdirirsən. Heç dövlət müəyyənləşdirmir ki, bir çox ölkələrdə. Özün müəyyənləşdirirsən. Maaşına baxırsan, gəlirivə baxırsan, özün müəyyənləşdirirsən. Gedirsən özəl təqaüd fonduna müqavilə bağlıysan. Məsələn, Türkiyədəki kimi də 11 təqaüd fondu var orada. Gedirsən müqavilə bağlıysan ki, qardaş, mənim qazancımda indi manatla deyim ki, insanlara aid ol. 5.000 qazanc, 3.000 qazancım var. 3.000 maaşım var. 300 manat verəcəm sənə. 500 manat verəcəm sənə. Bunun əvəzində sən mənə nə verəcəksən? O da sənə sadalayır. O da sənə sadalayır ki, inflyasiya ilə bağlı indeksləşdirəcəm. İlin axırında sən məndə yığmısan, tutalım 5.000 manat ya 3.000 manat pul. Baxacam ki, inflyasiya nə qədərdir. O qədər sənin pulunun üstünə pul gələcək. Buyurun. Və yaxud da deyir ki, mən sənin pulunu qoydum investisiya kimi, pul qazandım, bu da sənin payın. Və yaxud da böyük klientlərə, müştərilərə deyirlər ki, yay tətilin bizdəndir. Bəli. Yay tətilin bizdəndir. Məsələn, EST Turla məşhur turizm şirkəti ilə Akbankın təqaüd fondu arasında müqavilə var. Bəli. Böyük müştərilərinə təqaüd fondu ildə bir dəfə ya xaricdə, ya Türkiyədə tətil hədiyyə eləyir. Bəli. Deyir, mənə pulu mənə gətirdi. O pulu niyə istəyir səndən? İnvestisiya qoymaq üçün istəyir. Alıb evində saxlamır ki, bank. Bəli. İndi ona görə deyirəm də, bizdə də özəl təqaüd fondları məsələsi 10 ildir müzakirə olunur, addım atılmır. Niyə? Çünki yığdı pulu hara investisiya qoyacaq bu sistemdə? Ona görə bayaq mən sistem dəyişikliklərindən danışdım da. Uzaq başı nə edəcək? Bizdən pulu yığıb aparıb yenə Türkiyədə, nə bilim Gürcüstanda, Avropada investisiya qoyacaq da, düzdürmü? Bəli. Biz axı istəyirik burada olsun investor. Burada olsun investisiya, burada pul qazansın. Bax, bu ilin doğuş sayını yenə təkrarlayıram. 97-96 min olacaq. İlk 10 ayda 88 min oldu da. Bəli. Yəni olsun 100 min lap, belə yuvarlaq rəqəm götürək. 100 min olacaq. Bu 100 min uşaq bu il doğulub ha. Bu 16 yaşına çatandan sonra onların bir 5 mini, 3 mini universitet oxumağa gedəcək xaricə. Sonradan bir 10 min, 15 min də universiteti qutarandan sonra xaricə gedəcək. Düzdürmü? Yerdə qalırmı bizdə təqribən də 80 min uşaq, 20 minli çıxsa. Hər il bu azalma ilə getsə, bizim əmək bazarımızda 10 ildən sonra hansı vəziyyət yaranacaq? Təqaüdçülərimizin sayı nə qədər olacaq? O zaman həmrəyliyi hökumət necə təyin eləyəcək? Necə təmin eləyəcək? Mümkün olmayacaq. Mən çox istəyərdim ki, hökumətdən də burada olsun və bu suallara cavab versin. Mən sizə Zaur bəy, sonda bu məsələ ilə bağlı birini dedim. Hökumətdən belə acizanə ricam və istəyim ondan ibarətdir ki, getsinlər Yunanistanın 2006-cı il böhranına baxsınlar. Eyni şeyi Yunanistanda solçu hökumət eləmişdi həmrəylik məsələsini. Dərin böhran yaşandı, təqaüd fondları batdı, pul yığa bilmədilər, əhali qocaldı, doğuş azaldı. Almaniyası var, Avropa Birliyinin. Almaniya 180 milyard dollar və avro vəsait verdi, Yunanistanın qulağından tutdu, datdı böhrancı. Bizə kim eləyəcək o pulu? Bizim kimimiz var? Özümüzdən başqa. Çox təəssüf. Təşəkkür edirəm Naqib bəy, minnətdaram gəldiyiniz üçün. Əziz dostlar, dəyərli izləyicilər, daha bir verilişimizin sonuna gəldik. Sonda ricam odur ki, yayımı bəyənib paylaşasınız ki, daha çox şəxs tərəfindən izlənilə bilsin. Eyni zamanda siz də sizi narahat edən məsələlər barədə, problemlər haqqında videonun aşağı rəy bölümündə yazmağı unutmayın ki, növbəti verilişlərimizdə sizin yazdıqlarınızın da əsasında verilişlərimizi formalaşdıraq. Sağ olun.